Vüsal bəy, salam, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyirli olsun. Necəsiz? Təşəkkür edirəm, sağ olun. Siz necəsiz? Yaxşı olasınız, minnətdaram. Belə, əla ekranda paylaşım eləmisiniz. Vaxt itirmədən başlayaq. Deməli, inşallah bugün ilk 3 modul haqqında danışacağıq. Nəzarət paneli istifadəsi və əlaqələr modulu haqqında. Məlumat vermək istərdim ki, indi düzdür, mən arda-arda danışıram, amma suallarınız olduğu təqdirdə yəni məni saxlada bilərsiniz, yəni suallarınızı da ünvanlaya bilərsiniz. Bəli. Sistem idarəetmə metodudur. Yəni, əsas sahibkar üçün nəzərdə tutulub, daxili biznes proseslərimizi avtomatlaşdırmaq üçün olan bir proqram təminatıdır. Aparmış olduğumuz ticari və maliyyə əməliyyatları əsasında bir sıra hesabatlıqlar biləcək sistem. Halbuki bu hesabatlıqlar borclarla bağlı mənfəətçilər, satış və s. kimi hesabatlıqlar mövcuddur. Detallı təlim müddətində inşallah hər birisinin üzərindən keçid edəcəksiniz. Bugün ilk 3 modul haqqında danışarıq. Nəzarət paneli istifadəsi əlaqələr. İlk modul nəzarət panelidir. Nəzarət panelində hər hansı bir əməliyyat aparmağa ehtiyac yoxdur. Bu, aparmış olduğumuz ticari və maliyyə əməliyyatlarının yekun göstəriciləridir. Xüsusən bu da dashboard panel deyilir. Sahibkar üçün nəzərdə tutulandır ki, hesabatlıqlarda bildiyiniz kimi detallı hər birisinə zaten baxmaq olur. Yəni, burada görmüş olduğunuz başlıqların hər birisinin özünün analiz hesabatı mövcuddur. Sadəcə bu hissədə daha sürətli formada sahibkar, nə qədər satış olub, nə qədər xərc olub, nə qədər mənfəət var, alacaq, verəcək, onları belə daha qısa formada yekun nəticələrə görməsi üçün, hətta yuxarıda sağ tərəfdə diqqət etsəz, tarix filtri də var, interval təyin edə bilərsiniz. Eləcə də, bəli, bu ay, bugün, bu həftəlik də nəticələri burada izləmə imkanınız var. Eləcə də yekunda aşağıda da son əməliyyatlar görsənir. Belə də qrafik dizaynda da orada müxtəlif filtrlər eləyərək dövriyyənizi daha detallı analiz eləmə imkanınız var. Çox yaxşı. Modullara keçid başlayır istifadəçilər modulundan ilk növbədə. Sistem üzərində əməliyyatların icrasını siz tərəfdən kimlər icra edəcəksə, əməkdaşlarınızı sistemə dəvət edirsiniz. Dəvət prosesi belədir ki, rəhbər şəxs olduğunuz üçün dəvət etdiyiniz əməkdaşın səlahiyyət tənzimlənməsi yalnız sizdədir. Yəni, misal, Ayxanı dəvət edəcəm sistemə, haraları görməlidir, haraları görməməlidir. Hətta bununla yanaşı konfidensiallığı biraz da belə detallı düşsək, hətta saat aralığına qədər, işçinin sistemə giriş saatlarına qədər təyin etmə imkanınız var. IP ünvanlara qədər. Yəni, məsələn, deyirsiniz ki, ancaq işin kompüterindən sistemə giriş eləsin. Bildiyiniz kimi, cloud olduğuna görə məhsul, zaman, məkan fərqi yoxdur. İstənilən vaxt daxil olmaq olar. Siz də onu, bəli, məhdudlaşdıra bilirsiniz. İstifadəçinin dəvəti çox rahatdır. Sağ tərəfdə yuxarıda diqqət etsəz, yeni istifadəçi yazıb. Bəli, klik edirik yeni istifadəçiyə. Burada dəvət edəcəyimiz əməkdaşın adını, soyadını və aktiv meylini, burada zəhmət olmasa aktiv meyli. Şəxsi meyli olsa da olar, fərqi yoxdur. Zaten ona sistem tərəfindən hansısa bir sonraki dövrlərdə bildirimlər falan getmir. Sadəcə sistemə giriş üçün login rolunu oynayacaq bu meyl və dəvət bu meylə gedəcək. Aşağıda rolu öncədən təyin edib, burada seçimin edirik. İnşallah rollara da ayrıca sizlə baxış edəcəyik. İlkin mərhələdə tövsiyəm admin kimi dəvət eləməyiniz əməkdaşı ki, təlim müddətində həm sistemlə tanış olsun, həm dataların köçürülməsi daha rahat olsun əməkdaş üçün. Sonraki dövrdə zaten istənilən vaxt dəyişmək olur. Aşağıda bir də dəvət göndər çeklisti var. Dəvət göndərə bir qalçıqa qoyub, yadda saxlaya klikləyirik. Avtomatik əməkdaşa prospekt tərəfindən bir dəvət məktubu gedir və həmin dəvət məktubuna keçid edib özünə şifrə təyin edir. Bir şey də daim nəzərinizdə olsun, göndərilən dəvət məktubu 5 dəqiqə ərzində etibarlıdır. Bunu təhlükəsizlik baxımından etmişik ki, artıq 5 dəqiqə ərzində əməkdaş linkə daxil olmadısa, deaktiv sayılır, reaktiv olur həmin link. Yenidən burada göndərmək lazımdır əməkdaşa dəvət. Orada 2 dənə də bölmə var idi, əməkdaşa bağla və daxili nömrə deyə. Hansı ki, bu əməkdaşa bağlı inşallah biz əməkdaşlar moduluna daxil olanda, inşallah qarşı-qarşı təlimlərdə HR-la bağlı da baxanda, əməkdaşa bağlı daha çox onun üçün tətbiq olunub ki, istifadəsi belədir ki, hətta əməkdaşınız olmayan bir şəxsi dəvət edə bilərsiniz sistemə.
Hansı ki, kənarda deyəcək konsalta xidməti alırsınız. Oradan bir əməkdaş dəvət edirsiniz ki, əməliyyatları görə bilsin, maliyyə hesabatını hazırlamaq üçün. Bu əməkdaşa bağlı satışdan bonuslar var sistemdə, əməkdaş üçün bonus hesablanmasında. Əməkdaşı user kimi dəvət verdiyimiz əməkdaşı işçi kimi işə götürdüyümüz əməkdaşa bağlayırıq ki, sistem adından satışlar getdikcə onun üçün bonus hesablaya bilsin. Daha ətraflı inşallah əməkdaşlar modulunda danışacağıq sizlə. Deməli, əməkdaşa dəvət göndərəndə bu ikisini hələlik istifadə eləmirəm. Yalnız dəvət göndərib yadda saxlayıram. Bəli, tamamilə doğrudur, bəli. Bu hissədə başqa bir sualım olacaq. Bəli. Deyək ki, əməkdaş 5 dəqiqə ərzində linkə daxil olmadı. Silib əməkdaşı yenidən işləmək lazımdır, yoxsa? Yox, silməyə ehtiyac yoxdur. Orada diqqət etsəz sağ tərəfdə status var, hansı ki, digərləri qoşulub, bəli. Orada belə bir refreşə bənzər bir işarə düşür, prezagruska kimi belə. Dəvət göndər, tamamilə doğrudur, bax, belə bir bildirim kimi düşür ora. Yenidən, el üzərinə gələndə yenidən dəvət et var. Klikləyirsiniz, yenidən dəvət gedir əməkdaşa. Sadəcə əməkdaşa onu da tapşırmaq lazımdır ki, maildə bilirsiniz də onu komplektləşdirir, hamısını bir dənə mailin tərkibində cəmləyir. Orada da bəzən görsən diqqətdən yayılan bir nüans olur ki, daxil olanda həmin maila ard-arda 2 dənə yerdən dəvət gəlibsə, sonuncuya daxil olmaq lazımdır orada. Sonuncu hansı saatda gələn məktubun saatına baxıb bəli, ən axırıncıya daxil olmaq lazımdır. Bu işlə bağlı bir sualım da var. Çünki bu menecerlərdən hansısa artıq bizdə işləmir. Bəli. Belə olan təqdirdə o menecerin girişini necə məhdudlaşdırır? Deməli, məhdudlaşdırma ilə bağlı belə bir nüans da mən nəzərinizə çatdırım. Hələ işçinin işdən çıxmasını bir qırağa qoyaq. Deyək, misal olaraq, məzuniyyətə çıxdı işçi və deyirsiniz ki, bəlli bir müddət, indi 2 həftəlik çıxıb, 1 aylıq çıxıb, sistemə giriş etməsini istəmirəm əməkdaşın, yəni məzuniyyətdə. Sağ tərəfdə 3 nöqtə var, diqqət eləsəz. Bu 3 nöqtə həm sonraki dövrdə menecer rolu dəyişdi deyə, səlahiyyətini dəyişmiş isə, admin təyin elədiyi dəyişmək lazım olduqda düzəliş eləyə bilirsiniz burada. Eləcə də əvvəldə qeyd etdiyim kimi IP-lər üzrə məhdudiyyət, saat aralıqlarında məhdudiyyətləri buradan təyin eləmə imkanınız var. Burada istəsəz, misal deyək ki, bazar ertəsi ümumiyyətlə işçinin iş günü deyil, həm ümumiyyətlə günü bağlamaq imkanınız var. Yəni, beləncə məhdudiyyətlər var. Yuxarıda bir də IP ünvanlar bölümü var. Burada da ki, kompüterin statik IP-sini burada daxil edirsiniz ki, yalnız bu kompüterin sistemə giriş icazəsi olsun əməkdaşın. Telefonla və yaxud da ki, evdəki notebookla belə daxil ola bilməsin. Və üçüncü sizin sualınıza gələk. Əməkdaş əgər məzuniyyətə çıxıbsa, deaktiv et butonu var orada. Kliklədiyiniz təqdirdə artıq deaktiv olur həmin əməkdaşın maili və sistemi giriş edə bilmir. Bəlli bir müddət sonra, deyək ki, məzuniyyətdən qayıtdısa, siz 3 nöqtəyə gəlib klikləyəndə bu səfər aktiv et butonu olur orada, aktivləşdirə bilirsiniz. İşçi də işdən çıxıbsa, ümumiyyətlə onun qarşısını, yəni sistemə giriş icazəsinin qabağını almaq üçün 3 nöqtəyə klikləyib ümumiyyətlə əməkdaşı silə də bilərsiniz buradan. İndi sizdə sual yarana bilər, mən qabaqlayım sizi ki, bəs yaxşı sildim, onun əməliyyatları necə? Heç bir şey, yəni məlumatlar itmir. Biz bu silmək yalnız user'ın sistemə girişini qadağan edirik, elə bil, qarşısını alırıq. Amma o günə qədər, sildiyimiz vaxta qədər əməkdaş nə əməliyyatlar, user nə əməliyyatlar aparmışsa sistemdə, onlar olduğu kimi qalır. Deməli, əməliyyatların icraçısında silmiş olsaq belə, bu menecerin adı hələ də orada hesabatlarda görə bilirəm. Bəli, görə bilirsiniz. Sol tərəfdəki ümumiyyətlə filtrlər hissəsidir, o boz hissə. Bütün hissələrdə görəcəksiniz onu, bütün modullarda hara daxil olursa, sol panel filtr hissəsidir. Bu hissə düzdür, belə də çox məlumat ehtiyac yoxdur. İndi inşallah ticarətdə, maliyyədə görəcəksiniz. Bu filtrlərin çeşidləri daha çoxdur, daha zəngindir ki, hər hansı bir məlumatı daha tez tapmanıza vasitəçilik eləyəcək. Çox yaxşı. Eləcə də sütunları da burada tənzimləməsini istəyə bilərsiniz. Misal deyə bilərsiniz ki, mən istəmirəm burada biznes blok deyək ki, görsənsin və yaxud da ki, bağlı olduğu əməkdaş sütunu görsənsin. Orada yuxarıda Excel çıxarışın yanında çarx işarəsi var. Burada və bu hissəni də digər bütün modullarda da görəcəksiniz və hər bir user üçün ayrı-ayrı təyin eləmə imkanları var. Yəni, istifadəçi öz istəyinə uyğun sütunları burada tənzimləməsini eləyə bilər. Hansı sütun lazım deyilsə, ümumiyyətlə o qalıcıqlarını götürüb söndürə bilərsiniz.
və drag and dropla yer dəyişmə də etmək mümkündür. Bəli, tamamilə doğrudur. İstifadəçilər həm də sizin sistemdə satış menecerlərini sayılacaq. Yəni ancaq dəvət elədimdən bitmir məsələ. Yəni əməkdaşı user'ı buradan dəvət elədiysə, onlar artıq sistemdə sizin satış menecerlərini sayılacaq. İnşallah satış hesabatında detallı danışacağıq bu məsələni sizinlə. Hər bir menecer üzrə ayrı-ayrı dövriyyə hesabatı da əldə edə biləcəksiniz. Yəni satış hesabatında menecerlər üzrə dövriyyələri də ayrı-ayrı izləmə imkanınız olacaq ki, bu da sizə menecerin iş rentabelliyini daha detallı analiz imkanı verəcək sizə. Misal olaraq Ayxın da satış edir sistemdə, Əli də satış edir, Vəli də satış edir. Ən çox ay ərzində dövriyyə edən kimdir? Daha çox bizə qazanc verən, mənfəət qazandıran hansı menecerdir? Bax, belə bir satış hesabatında sistem sizə qruplaşdırma, bəli, menecerin özünə görə dövriyyəsini verir. Bəli. Bu isə tam aydındır. Bir sonraki modulumuz əlaqələrdir. Bu biz tərəfdən əməliyyatları aparanlar idi. Bir də var bizim qarşı tərəflərimiz. Hansı ki, əməliyyat əsnasında sistem bizdən qarşı tərəfləri tələb edir. Yəni, alırıqsa kimdən alırıq, satırıqsa kimə satırıq. İki səbəbi var bunu bizdən tələb etməyini. Birinci səbəb borc hesabatlıqlarını əldə edə bilməyimiz üçün. Yəni, nisiyə satışlar edə bilərik və yaxud da ki, biz özümüz müvəqqəti nisiyə ala bilərik. Debitor, kreditor borc hesabatlıqlarını ala bilməyimiz üçün qarşı tərəflər bizdən tələb olunur. İkinci tələb etməkdə məqsəd, az öncəki istifadəçilərdə vurğuladım, satış hesabatında menecerlərin ayrı-ayrı dövriyyəsini izləmə imkanımız olur. Eləcə də əlaqələrimiz üzrə də dövriyyələri ayrı-ayrılıqda izləmə imkanımız olacaq satış hesabatında. Alıcılara görə qruplaşdırıb, aylıq dövriyyənizi alıcılarınız üzrə görmə imkanınız olacaq. Deyək ki, daimi müştəriləriniz var. Maraqlı olar sizin üçün ki, misal olaraq filan şirkət məndən bu ay ərzində nə qədər dövriyyəsi oldu? Hər birisinin ayrı-ayrı dövriyyəsi və mənfəətinə qədər göstərəcək. Eləcə də təchizatçılar üzrə. Xüsusən də sahibkar olduğunuz üçün sizin üçün maraqlı ola bilər ki, bir sıra təchizatçılarla işləyirsiniz. Sizin üçün maraqlı olar ki, məsələn deyirəm, prospektdən aldığım mallarda bu ay nə qədər dövriyyəm oldu mənim? Hər kəs prospektlə işləmə mənə sərf eləmir. Malları gec-gec satılır və yaxud da ki, qalır ambarda. Bax, belə bir analizlər edə bilmək üçün həmin o satış hesabatında sistem təchizatçı üzrə də qruplaşdırma edə bilib. Aldıqlarımızdan nə satmışıq, təchizatçılar üzrə ayrı-ayrı izləmə imkanımız olur. Hər dəfəsində bir kontragent əlavə etmək üçün bura gəlməyinizə də ehtiyac olmayacaq. Elə qısa keçidlər tətbiq olunub sistemdə, ticarət modulunda, alış zamanı, satış zamanı, qarşı tərəf olan bütün hissələrdə elə yerindəcə qarşı tərəfə əlavə eləmək imkanımız olacaq. Bura ümumi müştəri bazamız olacaq ki, sonraki dövrlərdə əlaqələriniz üzrə sol tərəfdə diqqət etsək, yoxsa filtrlər burada da var. Qruplaşdırıb alıcıları ayrıca, eləcə də təchizatçılar üzrə müştərilərinizi haqqında məlumatları izləmə imkanınız olacaq. XL çıxarış da mövcuddur. XL də çıxarış əldə edə bilərsiniz. Və bu qədər. İndi müştərinin əlavə edilməsi də çox rahatdır. Sağ tərəfdə yeni əlaqə yazır. Yeni əlaqəyə klikləyirik. İlk 3 xananın doldurulması kifayətdir. Bir kontragenti əlavə etmək üçün. Əlaqənin adı, burada şirkət adı yaza bilərsiniz. Fiziki şəxsə ad soyadını qeyd edə bilərsiniz. Daha sonra əlaqə adı tipində fərqləndiririk. Şirkətsə hüquqi şəxs, fiziki şəxssə, yəni ad soyadsə fiziki şəxs. Və üçüncü kateqoriyadır, ən lazımdır, üçüncü vazifxana. Əgər daxil etdiyimiz teslimimizi biz ondan mal alırıqsa, öz tərəfimizdən baxmaq lazımdır. Biz ondan alırıqsa təchizatçımızdır, o bizdən alırsa alıcımızdır. İstisna hallar ola bilər, elə kontragentləriniz ola bilər ki, qarşılıqlı kommersial münasibətlər var. O da sizdən, siz də ondan məhsul və ya xidmət alırsınız. Ayrı-ayrılıqda teslimimizini adlandırmağa ehtiyac yoxdur. Multiselektir kateqoriya hissəsi. Həm alıcı, həm təchizatçı təyin eləmə imkanınız var. İstehsalçı yalnız məhsullar hissəsi üçün keçərlidir. Yəni, əməliyyatlarda gərəkli olmur. Deyək, istehsalçını qeyd etməyinizə ehtiyac da olmur. Bu istehsalçı indi inşallah ambar mövzusuna biz sizlə toxunanda məhsulun istehsalçısını, ölkə ola bilər, zavod ola bilər. Əgər o istehsalçıları da görmək bizim üçün maraqlıdırsa, indi istehsalçını da qeyd eləmə imkanınız var. Amma əsas lazım olan alıcı və təchizatçıdır. Çünki əməliyyatlarda bu iki qrup üzrə, kateqoriya üzrə əməliyyatlar gedir.
Aha, onu belə başa düşdüm ki, bu istehsalçı təchizatı seçdiyim təqdirdə bu deməkdir ki, məhsulu həm istehsal edən şirkət budur, həm də eyni zamanda özündən də birbaşa alış eləyirəm. Bəli, tamamilə doğrudur. Bəli, ola bilər indi deyə. Ortada vasitəçilər yoxdur. Birbaşa zavodun özündən alırsınızsa, həm istehsalçı, həm də satıcıdırsa, bəli, onu kateqoriya üzrə həm təchizatçı, həm istehsalçı qeyd edə bilərsiniz. Digər hissələr elə də zəruri xanalar deyil. Diqqət etsəz, yuxarıdakı ilk 3 xana qırmızı ulduzuydu. Baş əlaqə üzrə, baş əlaqə nədir? Misal olaraq, deyək ki, filiallarla işləyirsiniz, bir şirkətin filialları ilə də çalışırsınız. Hamısını qruplaşdırırsınız bir dənə adda. Bu sizə təbii ki, əməliyyatlar hər birisi ilə ayrı-ayrılıqda gedəcək. Sadəcə borc hesabatlıqlarında ayrı-ayrı bir də hər birisini filtr edib axtarmayım. Baş əlaqə deyək ki, misal olaraq mərkəzi ofislərin seçirəm. Avtomatik ona bağlı bütün filialları filtr edib mənə göstərir. Toplu şəkildə, qruplaşdıraraq. Onu belə başa düşdüm ki, əgər mən buradan test MMC-nin filialını yazsam, bu baş əlaqə olaraq test MMC-nin özünü seçəcək. Bəli. Onda necə eləyir? Bu deməli test MMC-nin adını mən hesabatda axtarış verəndə, o mənə test MMC-nin filiallarının toplu hesabatını verəcək. Tamamilə doğrudur. Hər birisini ayrı-ayrı sizə verəcək. Həm debitor borclarda, həm satış hesabatlıqlarında orada izləyə biləcəksiniz. Yəni bir var ki, filial axtarasan, bir var ki, baş əlaqə üzrə bir dənə test MMC-nin öz üzrə axtarış verirəm, seçim edirəm. Ona bağlı bütün əlaqələri mənə filtr edib sistem göstərir. Başa düşdüm. Bu oyunu daxil edə bilərsiniz qarşı tərəfin. Ədəbi ödəyicisi olub olmadığını zaten bilirsiniz. Default olaraq sistem ədəbi ödəyicisi kimi verir. Amma əgər qarşı tərəf ədəbi ödəyicisi deyilsə, sadələşmiş vericidirsə, ədəbini ümumiyyətlə yığışdıra bilərsiniz bu kontractda. Ki, əməliyyat apardığınız zaman ədəbi orada görünməsinizsə. Qiymət tipləri üzrə bölüşdürmə imkanınız var. İnşallah bütün modullar bir-birinə daim nəzərinizdə olsun ki, zəncirvari bağlıdır. Məsələn, bu qiymət tipini inşallah ambarı danışanda məhsullarda da görəcəyik. Məhsullara standart satış qiyməti ilə yanaşı topdan, pərakəndə və yaxud da ki, fərqli adlarda qiymət tipi, endirimli qiymətlər təyin edə bilərsiniz məhsullar üçün və müştərilərinizi həmin qiymət tiplərinə bağlamaq imkanınız olacaq. Bununla yanaşı da deyə bilərsiniz ki, mən bəs məhsulun özünə endirim edib əlaqəyə bağlamaq istəmirəm. Əlaqəmin özü üçün bir endirimli qiymət tipi formalaşdırmaq istəyirəm. Elə olduğu təqdirdə də yanında diqqət etsəz, xüsusi qiymət tipi var. Bu da yeni bir xidmətli tətbiq olunub sistemdə. Müxtəlif kombinasiyalarda qiymət tipləri burada formalaşdıra bilərsiniz. Marjaya görə, satış təyin olunan satış qiymətindən fərqli endirimlərlə və yaxud da ki, fərqli çeşidlərdə mallar satırsınız. Deyirsiniz ki, misal olaraq, filan mallarımı filan deyək ki, 3% endirimdən, filan mallarımı 15% endirimdən, filan çeşiddən mallarımı ümumiyyətlə endirim tətbiq eləmir. Standart satış qiyməti ilə satılsın. Burada yəni müxtəlif kombinasiyalar özünüz formalaşdıra bilirsiniz əlaqə üzrə. Və o təyin olunan tip yalnız həmin əlaqə üçün keçərli olur. Yəni digər müştərilərdə xüsusi qiymət tipi deyilsə, onlar artıq qiymət tipləri üzrə endirimlər orada görülür. İstisnalar ola bilər ki, elə müştəriləriniz var ki, onlarla daha xüsusi endirimlərlə çalışırsınız. Onlar üçün burada belə bir endirimli qiymətlər öncədən təyin edə bilərsiniz. Burada hətta belə bir funksiya da var ki, satış qiymətindən endirim yox. Deyirsiniz ki, misal olaraq, Pronet şirkəti ilə çalışıram. Ümumiyyətlə, mən bunlara satış qiyməti məhsullarınıza təyin eləməyə də bilərsiniz. Deyirsiniz ki, mən məsələn satış qiyməti təyin eləməmişəm məhsullarıma, çünki daim dəyişir məndə satış qiymətləri. Mən məsələn Pronetlə 15% marja ilə işləmək istəyirəm. Fərq etmir, hansı partiyadan satıramsa satım, hansı çeşiddən satıramsa satım müştəriyə məhsul. 15% marja üzərinə gəlib avtomatik satış qiyməti çıxartsın mənim sistem. Orada belə bir bölmə də var, maya dəyərinin üzərinə marja ticari əlavə. Onu avtomatik təyin elədiyiniz təqdirdə 5 manatdırsa məhsulun maya qiyməti, 10% ilə işləyirəmsə 5 manat 50 qəpik ki, avtomatik sistem mənim üçün orada satış qiyməti çıxartacaq. Başa düşdüm. Xüsusi qiymət tiplərindən başqa aşağı hissələrdə də əlavə məlumatlardır müştəri haqqında. Mobil nömrəsini yaza bilərsiniz, e-mailini, web saytı varsa web saytın, ünvanını yaza bilərsiniz. Başqa dində əlavə məlumat lazımdırsa
həmin əlaqə ilə bağlı. Əlavə məlumat hissəsində də əlavə qeydlərinizi etmə imkanınız var. Qarşı tərəflərlə əgər müqavilə əsasında işləyirsinizsə, rəsmi formada rekvizitlər xanası da özür istəyirəm. Rekvizitlər hissəsi də var. Hətta bir neçə rekvizit qarşı tərəflə bağlı əlavə etmə imkanınız var. Ola bilər ki, fərqli-fərqli banklarda hesabları var və rekvizitlər listə mövcuddur. Yəni bir bank yox, müxtəlif banklardakı rekvizitlərini qeyd etmə imkanınız var. Bu isə yalnız müqavilələrdə bizə lazım olacaq. Hansı ki, sənəd formaları sistemdə mövcuddur. Müqaviləni çap etdikdə qarşı tərəfin öncədən burada rekvizitin qeyd etmişiksə, sənəd formasında rekvizitləri öz avtomatik sistem əks etdirəcək. Daxili kreditlər də sistemdə mövcuddur. Yəni pərakəndədə satış edirsiniz, hissəli ödənişlər tətbiq edirsinizsə, qarşı tərəfin şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etmə imkanınız var. Və burada şəxsiyyət vəsiqəsi haqqında məlumatları daxil edirsiniz. Bir də etiket bölümü var. Bu etiket bölümün təcrübədə misal olaraq mən görmüşəm, şirkətlər bu etiketdən necə istifadə edirlər. Misal olaraq müştərilərini ərazilər üzrə görmək, filtrləmək istəkləri olur bəzən ki, misal olaraq Yasamalda olan müştərilərim, Qubada olan müştərilərim, ərazilər üzrə. Etiketlər əlavə kateqoriyalar, əlavə labellar müştərilərə əlavə etmək üçündür. Buradan da elə formalaşdıra bilirsiniz. Deyək ki, bir dənə üst kataloq götürürsünüz, ərazi, alt qrupbası olaraq etiketdə formalaşdırırsınız ki, bölgələrin adlarını. Və müştərinizə daha sonra həmin etiketi bağlayırsınız ki, sabahki gün filtr edəndə əlaqələrinizi, deyək ki, əraziyə əməkdaşlar çıxırlar yığımla bağlı. Misal olaraq, deyirsiniz ki, Ayxan bu günləri Vasmoy tərəfə misal olaraq baxacaq. Müştəriyə əgər bu labelu, Vasmoy labelunu bağlamışıqsa, onu bir dənə filtr edirsiniz etiket üzrə. Qruplaşdırır, sistem filtr edir həmin Vasmoy etiketinə bağlı və yaxud da ki, Yasamal Nizami etiketinə bağlı müştəriləri qruplaşdırırsınız üçün və Excel-ə çıxarış edib əməkdaşa təqdim edirsiniz. Aha. Bu etiketləri axtarış verib, yəqin ki, onu mən əlaqələr hissəsində axtarsam. Bəli. Burada əlaqələr hissəsində. Bəli, burada sol tərəfdə, filtrlərdə, aşağı hissədə etiket, alt etiket deyə bir filtr var. Buradan axtarıram, ona uyğun olaraq hansı müştəri etiket bağlamışamsa, onun siyahısını verir. Burada da məlumatlar var. Excel-ə də çıxarış verirəm, menecer. Həmin siyahıya uyğun nə iş görməlidirsə, borcmu yığacaq ya da məhsulunu təqdim edəcək. Bəli. Bundan yanaşı burada yuxarıda marka və əlaqə bölümü də var. Daha doğrusu dəvət bölümü də var, üzrlüsən. Markaları inşallah ambarda toxunacağıq. Məhsullarınızın brendləri üzrə hissə var, məhsul adlandıranda. Və həmin ümumi onların qrup yeri, yəni ümumi siyahısı bu hissədədir ki, sonradan düzəliş eləmək lazım ola bilər brendin adına. Bayaq da ki, brendimə hansı məhsullar bağlamışam, hansı adda məhsullar bağlıdır. Hər birisini burada sistem sizə göstərir. Bəli, misal olaraq CMR brendini seçdiniz, ona bağlı olan məhsulları göstərir sistem sizə. Markaya görə də bütün yerlərdə də filtr var, filtr də eləyə bilirsiniz. Və ən yuxarıda da üçüncüdə dəvət bölümüdür. Bu da yeni bir xidmətdə tətbiq olunub sistemdə. Hansı ki, korporativ müştərilərinizi, daimi çalışdığınız müştəriləri dəvət göndərə bilirsiniz sistemə. Və bilirsiniz, son dövrlərdə, xüsusən müsahibkarlarda və yaxud da ki, əməliyyatçılarda vaxt aparan tez-tez siverkalardır. Qarşı tərəflər yığırlar ki, nə qədər borcum qalıb sizə və yaxud da ki, mən nə qədər pul ödəmişəm bu ay ərzində sizə. Belə bir suallar daim verilir müştərilər tərəfindən, üzləşmələr aparılır. Bu dəvətin üstünlüyü ondadır ki, biz buradan dəvət göndəririk qarşı tərəfimizə, o sistemə giriş edir. Ona bağlı olan modul ki var, onu istərdim sizə göstərəm. Qara hissədə modullarda ən aşağı gələrsiniz, hesabatlar modulu var. Bəli. Orada yuxarıda elə göstərir, birinci müştəri əməliyyatları hesabatı açılır. Bax, bu hissəni yalnız dəvət elədiyiniz şirkət görür. Sol tərəfdə siz dəvət edən kimdir? Prospekti. Seçim eləyir sizin şirkətin adını. Və tarix intervalı özünüz təyin edə bilirsiniz dəvəti göndərəndə. Hansı dövrdən əməliyyatları görsün qarşı tərəf. Onu dəvəti göndərəndə özünüz təyin edə bilirsiniz. Artıq bura daxil olanda bütün sizlə öz arasında aparılmış əməliyyatların
debit kredit formasında görür. Yəni nə vaxt mal alıbsa sizdən satış qayməsini görür və borc balansını da təbii ki yanında əməliyyat göstərir sistem. Ödənişlər də sizdə kredit kimi, onda debit kimi görsənəcək. O hesabatlığı oradan izləyə bilir ki, daha hər dəfəsində sizi yığmır. Daxil olur buradan sizin arasında apardığı əməliyyatları izləyir və borc balansını izləyə bilir. Dəvəti bəli buradan göndəririk. Əlaqəmizin adını seçirik. Tarix intervalı orada özümüz təyin edirik. Hansı dövrdən sonra əməliyyatları görsün. Orada özünüz təyin edə bilirsiniz ki, ilin əvvəlindən təyin eləmişsiniz. Hansı dövrü təyin etmişsə, həmin dövrdən bu tərəf olan əməliyyatları sistemdə girib həmin hesabatlıqda izləyə bilir əməkdaş. Daha doğrusu qarşı tərəfimiz. Hə, burada sistem məndən e-mail istədi. Bu müştərinin e-maili yoxdursa... Müştərinin e-mailidir, bəli. Bu müştərinin e-mailidir. Hə, müştərinin e-maili olmasa, onda dəvət göndərə bilmərəm, yoxsa mütləq e-mail açmalıdırlar? Mütləq mail olmalıdır ki, çünki mail üzərindən link göndərilir əməkdaşlar, daha doğrusu qarşı tərəfə və həmin o mail vasitəsilə o linkə keçid edir və daxil olur həmin o müştəri hesabatlıqlarına. Aha. Sonradan da düzəliş falan etmək buradandır. Reaktiv də edə bilərsiniz. Əgər deyək ki, əlaqə dayandı sonra həmin qarşı tərəflə daha heç bir ticari əməliyyat olmayacaqsa, sonradan deaktiv də edə bilirsiniz. Qarşı tərəfi ki, daha sistemə giriş edə bilməz. Həmin o hesabatlıqları görə bilməz. Belə, Vüsal bəy, ümumi bugünkü danışacağımız mövzular bundan ibarət idi. İstifadəçi və əlaqələrə qədər. Hesab aktivdir. İnşallah özünüz də bir baxış edərsiniz. Suallarınız yaranarsa, aramızdakı o WhatsApp qrupu açılıb. O qrup daim aktivdir. Oradan sualları bizə ünvanlaya bilərsiniz. Uldaxan bəy, təşəkkür edirəm ətraflı izah üçün. Minnətdaram, çox sağ olun. Minnətdaram, hələlik, sağ olun.